Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Çox mühüm bir mövzunu diqqətinizə çatdıracağım. Xahiş edirəm hər kəs bu videonu bir-birinə göndərsin. Eyni zamanda da üstəgəl düyməsini vurub kanala abunə olun. Bəzən maliyyə məsələləri ilə bağlı yanlış qərar verdiyimiz anlar olur. Xüsusən də kredit götürəndə doğru hesablama aparmırıq dəyərli izləyicilər. Nəticədə aylarla, bəzən illərlə hansısa banka pul ödəməli oluruq və baxırıq ki, yenə də kredit hələ bitməyib. Səhvlərimizdən birini mən sizin diqqətinizə çatdıracağım. Bir vətəndaşın bir neçə banka borcu varsa və illərdir artıq onu ödəyirsə, kredit sona çatırsa, səbirsizlik edir, başqa bir bankdan kredit götürüb xırda borcları bağlayır və yenidən başlayır borc ödəməyə. Amma bir mənbəyə və düşünür ki, bu daha rahatdır. Amma dəyərli izləyicilər, qeyd edim ki, Azərbaycanda azalan faiz sistemi tətbiq olunur. Yəni bu o deməkdir ki, siz məsələn 2 illik borc götürmüsünüzsə, bunun əsas faiz hissəsi toplanır, 2 illik məbləğ təxminən 7-8 aya ilk aylar arasında bölünür və əsas hissəsi təbii ki, həmin aylara salınır. Digər aylarda siz nisbətən az faiz ödəyirsiniz. Bu isə o deməkdir ki, ilk aylarda ödədiyinizin 70-80 faizi faiz borcuna silinir. Yəni siz son aylara doğru artıq faizsiz borc ödəməli ödəyirsiniz və bu son aylardakı ödənişləriniz daha çox ana borcdan çıxılır. Və belə götürəndə bu minvalla hesablasaq, bizim bir bankdan borc götürüb digər bankin vergi kreditlərini, xırda borcları bağlamamız əslində eyni borca görə təkrar faiz ödəməyimiz anlamına gəlir. Zaten biz bu borcların faizini ödəmişik. Faizlər artıq bitib, əsas məbləğə keçmişik. Əsas məbləğləri bağlayarkən səbirsizlik edib başqa bir bankdan kredit götürüb gəlib həmin borcları bağlamayın. İkinci dəfə eyni borca görə faiz ödəməyin. Üstəgəl burada komissiya məbləği var, digər xırda rüsumlar və s. var ki, onlar da kredit götürərkən sizdən çıxılır. Üstəgəl də faiz dərəcəsi burada önəmlidir. Əgər götürdüyünüz kreditin faizi həmin kiçik məbləğdə olan kreditlərinizin faizindən çoxdursa, bu heç də sərfəli olmayacaq. Ümumiyyətlə kredit müqaviləsini diqqətlə oxuyun. Dərhal sevincək olub müqaviləyə imza atmaq olmaz. Bəzən elə bir maddələr olur ki, o borcu götürməyinizə peşman olursunuz. Bir mənbədən borc götürüb kiçik borcları bağlamaq isə ümumilikdə əksər hallarda maliyyə itkisi deməkdir.